Oktyabrın sonu həyatı yaxşılığa doğru dəyişəcək bürclər bunlardır. Qoç, qismət qapıları açılır. Gözlənilməz bir xəbər və ya görüş taleyini dəyişə bilər. Enerjini düzgün yönləndirsən, böyük dönüş yaşayacaqsan. Məsləhət, hərəkətə keç, qorxma. Buğa, pul və ailə ilə bağlı məsələlərdə aydınlıq yaranır. Uğur gətirən bir qərar səni rahatlığa çıxaracaq. Məsləhət, inandığın planlardan dönmə. Xərçəng, sevdiklərinlə münasibətlərdə harmoniya yaranır, daxili sakitlik qazanırsan. Yeni bir başlanğıc yaxınlaşır. Məsləhət, keçmişi burax, gələcəyə inan. Tərəzi, oktyabrın sonu sənə balans və sevinc gətirəcək. İllərdir arzuladığın bir dəyişiklik həyata keçə bilər. Məsləhət, ruhunu qoruyub pozitiv qal. Əqrəb, ulduzlar sənin tərəfini tutur. Həyatında köklü dəyişikliklər baş verəcək, amma hamısı xeyrinə olacaq. Məsləhət, qorxularını deyil, arzularını dinlə. Oğlaq, iş, gəlir və nüfuz sahəsində qalxış dövrün başlayır. Özünü yenidən kəşf edirsən. Məsləhət, əzmini qorusan, uğur